Polislərin Azərbaycan xalqına törətdiyi çirkin əməlləri paylaşmaqda məqsədim odur ki, İlham Əliyev polislərə tapşırıb ki, danışan hər bir dili sustur. Mən də vaxtikən Azərbaycanda olanda çoxlu polis haqsızlıqlarına məruz qalmışam. Bir vətəndaş kimi onları ifşa etməyi özümə borc bilirəm. Ya bu polislər xalqın tərəfinə keçib bu hakimiyyətin getməyinə xalqa dəstək olacaq, ya da onların etdiyi hər bir özbaşınalıqlardan danışacağam. Sizə göstərdiyim videolarda görürsünüz ki, mənim özümə də dəfələrlə haqqı dediyimə görə təzyiq göstəriblər. Bu polislər onu çağırdılar burada ya. Buna da. Ona Qarabağ hadisələr təyərləmək yoxdur ha. Bir daha diyəm də. Buna da heç nədən cəmaatı götürmək lazımdır. Belə hərəkət eləyirsə, buna da belə nə söyləyirlər, şamus bir Buna da. Bu videolar hələ başıma gələnlərin 1%-dir. Bu da məndə hakimiyyətə qarşı və onu müdafiə edən bu polislərə qarşı bir kin yaradıb. Mən bu yolla bu hakimiyyət gedənə qədər susmağı düşünmürəm. Sizlərin də başına gələn polis haqsızlıqlarını, özbaşınalıqlarını və korrupsiya faktları varsa, mənimlə əlaqə saxlayın, paylaşımlar edək. Çünki yalnız ictimai qınaqla onları öz tərəfimizə çəkməyi düşünürəm.